Salam dostlar, hamıca xoş gördük. Bugün rical elmi dərslərinə, silsilə dərslərə başlayacağım. Deməli, qarşıma bu yaxınlarda bir kitab çıxdı. Usul-i Rical. Seyyid Muhammed Cavad Şubeyri Zəncaninin kitabıdır bu. Tanıdığımız məşhur hədis və rical alimi Ayətullah Musa Şubeyri Zəncaninin oğludur. Və bu sahədə çox dərin biliyən, malik, mütəxəssis bir şəxsdir. Kitabı mütaliə elədim. Həqiqətən çox faydalı bir kitabdır. Çox faydalı məlumatlar var. Həmçinin rical elmi bizdə demək olar ki, çox müzakirə olunmadığı üçün fikirləşirəm ki, barəsində məlumat çox azdır. Ona görə qərara gəldim ki, bu kitabı tədris edeyim, silsiləvi dərslər olsun, qısa yığacam, yorucu olmadan. Ona görə bugündən etibarən bu silsiləvi dərslərə başlayacağım. Və həmçinin mən burada mətnini ərəbcə oxuyacağam. Nəyə görə? Çünki ola bilsin ki, bizi izləyən dostlar arasında bu kitabı ərəbcə oxumaq istəyən tələbə dostlar da olsun. Onlara kömək etmək istədiyimlə mətnini ərəbcə oxumaq istəyirəm. Ərəbcə bilməyənlər qulaq asa bilərmi? Əlbəttə, ərəbcə bilməyən dostlar da qulaq asa bilər silsiləvi şəkildə. Çünki indi bəzi dostlar var ki, bunlar daim bu məsələləri, hədis məsələlərini filan müzakirə edirlər. Onlara bu məsələlər məncə lazım olacaq. Ərəbcə mətni başa düşməsələr də izaha qulaq asıb lazım olan mətləbləri öyrənə bilərlər. Tasdirun. Burada müəllif bir giriş verir, qısa bir giriş verir və burada çox önəmli məsələlərə toxunur. Buyurur ki, Məsadirul əhkam əş-şər'iyyə indənə arba'atun. Bizim yanımızda, yəni bizdə şəri hökmlərin mənbəyi 4 dənədir. Bizdə deyir, nəyə görə? Çünki şiə məzhəbinə burada isnad eləyir. Bizdədir, şəriət hökmlərinin mənbələri 4 dənədir. Əl-kitabu və sünnətu vəl-icma'u vəl-aql. Kitab, yəni Quran, sünnə, yəni məsumların sözü, feili və təsdiqi. İcmadan məqsəd alimlərin fikir birliyidir. Yəni, alimlər bir məsələdə fikir birliyinə gəlibsə, bir məsələdə alimlərin fikir birliyi varsa, deməli, icma var. Əlbəttə, icma nə qədər, hansı həddə dəlildir, onun limiti nədir, sərhədi nədir, icmanın növləri hansılardır, hansı icma dəlildir, hansı icma dəlil deyil. Bu, özü ayrı müzakirə mövzudur və usul elmində bu geniş müzakirə olunur. Mövzumuz olmadığı üçün ona daxil olmaq istəmirəm. Sonuncu da ağıldır. Ağıl da bildiyiniz kimi ümumi hökmləri dərk edir və ağılın burada rolu nədir, nə qədər ağıl dəlil ola bilər, müəllif indi işarə edəcək. Xülasə 4 dənə dəlil var əsas. Yəni, bir fəqih, bir müctəhid hansısa bir hökm ələ gətirmək üçün bu 4 dənə mənbələrə müraciət eləyir. Əlbəttə, lazım deyil ki, hər dəfəsində bu 4-ünə də müraciət eləsin. Xeyr. Sadəcə olaraq adətən bu 4 mənbəyə istinad olunur. Deməli, müəllif mənbələr qeyd edəndən sonra indi bir-bir bunlara izah verir. Buyurur ki, sonra buyurur ki, və əğləbul əhkam innəmə tustanbatu minə sünnəti şərifə. Buyurur ki, hökmlərin əksəriyyəti biz hardan götürürük onu? Sünnədən götürürük. Niyə? İzah verir. Ləənnə kitaballah azza və cəllə yübəyyinu xüsusiyyətil əhkam. Çünki Quran ayələrinə baxanda görür ki, Quran ayələri hökmlərin xüsusiyyətlərini, təfərrüatını qeyd eləmir çoxlar. Və innəmə huvə bisadadı aslı təşri'iha. Quran əsas funksiyası nədir? Quran əsas funksiyası hökmün özünü qeyd eləməkdir. Çünki bütün təfərrüatlarını qeyd eləsəydi, Quran həcmi çox böyük olardı. Və kəsirun minəl əyətil məcidə fi məqamil ihmal ləl-umum vəl-itlaq. Buyurur ki, hökmlərin çoxu, baxın burada ihmal kəlməsi keçib, əl-ihmal. İhmaldan məqsəd nədir? Yəni, hökmlərin çoxunda bütün təfərrüat qeyd olunmayıbdır. Yəni, bu hökmlər ümumidir, bu hökmlər xüsusidir. Bunlar qeyd olunmuyubdur. İhmaldan məqsəd budur. Yəni, onun sərhədi, çərçivəsi qeyd olunmuyubdur. Hökmlərin çoxu bu şəkildə gəlib. Ləl-umum vəl-itlaq. Nə ümumi şəkildə, mütləq şəkildə gəlməyibdir. Çünki hökmlər bəzən ümumi şəkildə gəlir, bəzən mütləq şəkildə gəlir. Onların bir xüsusi, təxsis edəni var, təqid edəni var. Onlar hamısı usul elminə aid terminlərdir filan. Onlara girmək istəmirəm. Yəni, nə demək istəyir? Yəni, başa düşəcəyim şəkildə deyim. Nə demək istəyir? Bunu demək istəyir ki, hökmlər gələndə bir növ, yəni, xüsusiyyətlər, təfərrüatlar qeyd olunmur. O təfərrüatları biz hardan alırıq? Hədislərdən alırıq. Ona görə Quran-ı Kərim təklikdə şəriət hökmlərini təfərrüatı ilə bizə izah etmir. Mudafan, əlavə olaraq, ilə ənə təməssuk bil əyət-i şərifə lə yasihhu illə ba'də rücu' ilə sünnətil müfəssirəti ləha. Ondan əlavə, biz gərək Quran ayələrini başa düşmək üçün hədisə müraciət edək. Çünki hədislərdir, o sünnədir ki, o ayələri təfsir edir bizə. Vəl-fəhs anil müxassisat vəl-müqayyidat. Və həmçinin
bayaq dediyim kimi o terminlər ki var, müxəssis, müqəyyid, yəni hansısa bir ümumi hökmü xüsusiləşdirir, hansısa mütləq hökmə qeyd gətirir. Bunlar hamısı hədislərdə keçir və ya əksəriyyəti hədislərdə keçir, belə deyək. Ola bilsin bəzi hökmlər, Quran ayələri digər Quran ayələrini belə deyim qeyd gətirsin, onu xüsusiləşdirsin. Bu olsa da çox nadir haldadır. Əsasən bunlar təfərrüat harda gəlir, təfsilat hamısı hədislərdə gəlir. Və sair mə ləhu dəxlun fi sarf zəvahir an zuhuriha əl-bədvi. Və digər bir məsələ budur ki, bəzən Quranın hökmü, Quranın ayəsi zahirdən biz bir məna başa düşürük. Amma hədislərə müraciət edəndə görürük ki, o hədislər onu bir növ zahiri mənasını dəyişdirir. Yəni Quran ayəsinin zahirindən anladığımız məna bir növ sünnəni oxuyandan sonra, hədisləri oxuyandan sonra görürük ki, biraz fərqli məna burada nəzərə tutulurmuş. Onun üçün biz nə etməliyik? Yenə hədislərə müraciət etməliyik. Bəli. An zuhur, ona görə buyurur ki, mə ləhu dəxlun fi sarf zəvahir an zuhuriha əl-bədvi. İlkin, yəni yaranan təəssürat, bəzən hədislərin vasitəsilə bu ilkin təəssürat, ilkin başa düşülən məna bu fərqli yazıla bilər. Və nassu fi ayətil əhkəm ləv kən fə fi qayətin nudra və ya ən-nədra. Buyurur ki, Quran-ı Kərimin əhkam ayələri, yəni şəriət hökmləri ilə əlaqəli olan ayələr, bunlar nəs olsa belə, nəs nədir? Nəs budur ki, yəni mətn o qədər aydındır ki, burada artıq yozuma ehtiyac yoxdur. Məsələn, tutalım, Quran buyurur ki, məsələn, günahsız bir canı öldürmək haramdır. Bu nəsdir. Yəni, bu aydındır. Bunu biz yoza bilmərik. Bəli, şərtləri başqa. Şərtlər müzakirə oluna bilər. Amma mətin, məzmun bu nəsdir. Bu ki, Quran-ı Kərimin məsələn, şəriət hökmləri ilə əlaqəli olan ayələrlə bağlı nəs, yəni açıq mətin, bu olsa belə, yəni fərz edək, olsa belə çox nadir hallardadır. Yəni müəllif deyir ki, hətta olsa belə çox nadir hallardadır. Yəni sanki bunu sual altına aparmaq istəyir ki, Quranda ümumiyyətlə şəriət hökmləri ilə əlaqəli nəs bir ayə yoxdur. Hətta olsa belə çox nadirdir, xülasə. Bu Quran-ı Kərim birinci mənbə. Deməli, Quran təklikdə şəriət hökmlərini anlamaq üçün bizə təklikdə kifayət eləmir. İkinci mənbə, icma. Buyurur ki, vəl-icma əl-kəşif ən qavlil məsum əv fi'lihi əv təqririhi qalləmə yücəd fil-fiqh. Bəli, illə fi usulil məsail duna təfriatiyyə. Buyurur ki, icma nədir ümumiyyətlə? İcma yəni alimlər fikir birliyi. Yəni alimlər bir məsələdə fikir birliyinə gəliblərsə, həm fikirdirlərsə bu icmadır. Sonra burada əl-kəşif sözü var. Yəni üzə çıxaran. İcmanın funksiyası nədir? Çünki icma özü etibarilə sünnəyə qayıdır. İcmanın əsas funksiyası budur ki, sünnədə olan bir hökmü üzə çıxarsın. Əl-icma əl-kəşif ən qavlil məsum. Məsumun sözünü, feilini və ya onun təsdiqini üzə çıxaran icma qalləmə yücəd fil-fiqh. Fiqhdə çox azdır. Aydındır, çox illa fi usulil məsail duna təfriatiyyə. Bəzi məsələlərin o əslini çatdırmaqda bizə köməkçi ola bilər. Amma təfriat, yəni təfərrüata gəldikdə, onun belə deyim, cüz'iyyatına gəldikdə, təfsilatına gəldikdə deyir, xeyr, icma burada bizə kömək eləmir. Yəni bir növ bunu Quran ayəsi ilə də müqayisə edə bilər. Necə ki, Quran hökmün özünü bizə çatdırır, onun təfərrüatına girmir. Müəllif burada iddia edir ki, icma da sanki bu cürdür. Bizə həm birincisidir, qalləmə yücəd fil-fiqh. Birincisi, bunların sayı fiqhdə çox azdır. Yəni, hansısa bir məsələni biz icma vasitəsilə ələ gətirək, hansısa bir hökmü icma vasitəsilə ələ gətirək. Bunların sayı çox azdır. Olsa belə, bəli, bu yəni, hansısa bir məsələnin kökündədir, əslindədir, amma təfərrüatında xeyr. Və üçüncü məsələ, üçüncü mənbə, vəl-əhkəmlə aqliyyə, əhkəm kulliyyə mə'dudə. Və bəli, əqli hökmlərə gəldikdə, aydın məsələdir ki, ağıl ümumiyyətlə ümumi hökmləri dərk edir. Məsələn, müəllif də burada misal çəkir ki, məsələdir təhsin və təqbih. Təhsin və təqbih nədir? Yəni, husn-u qubhə əqli dediyimiz şey. Husn-u qubhə əqli nədir dostlar? Yəni, biz yaxşı şeyi və ya vacib olanı və ya haramı, pis şeyi sırf ağlımızla bilə bilərikmi? Yoxsa bunun üçün ancaq bizə şəriət lazımdır? Əşərilərin iddia elədiyi kimi. Yəni, bu məsələni hardasa biz ağlımızla çözə bilərik. Amma bu da nə qədər yəni bizim dərdimizdə deyil. Çünki bunun da əhatə dairəsi yəni çox məhduddur. Ondan əlavə müəllifin dediyi kimi və la təsri ilə furu'il əhkam. Bu da ümumidir. Yəni ümumi prinsipləri bizə çatdırır. Amma hökmlərin təfərrüatına gəldikdə təbii ki o bizim dərdimizə dəymir. Fənhasral əmru
fi al-aghlab fi sünnə. Nəticə nə oldu? Nəticə bu oldu ki, bizə əksər məsələlərdə, əksər hökmlərdə nəyə müraciət etməliyik? Nə lazımdır bizə? Sünnə lazımdır. Quran, ağıl və icma bunların əhatə dairəsi məhduddur. Baxmayaraq ki, hökmlərin əsas əsli Quranda gəlib və sünnə onun təfərrüatını çatdırır, amma nəticədə bu təfərrüatı bilmədən o əsli də düzgün başa düşmək mümkün deyil. Sonra buyurur ki, وَالسُنَّةُ إِنَّمَا تَكْشِفُ غَالِبًا عَنْ طَرِيقِ الْأَحَادِيثِ. Yaxşı, hədis elminə, hədisə ehtiyac hardan yaranır? Buyurur ki, وَالسُنَّةُ sünnənin özü إِنَّمَا تُكْشَفُ غَالِبًا وَالسُنَّةُ إِنَّمَا تُكْشَفُ غَالِبًا عَنْ طَرِيقِ الْأَحَادِيثِ. Bizə daha çox hədislər vasitəsilə gəlib. Yəni hədislərdir bu sünnəni üzə çıxaran. Baxın, burada müəllif çox dəqiq bir məsələyə toxunur. Sünnə ilə hədisi ayırır. Niyə? Çünki sünnə həmin o peyğəmbərin sözüdür, peyğəmbərin feilidir, peyğəmbərin o davranışıdır, təsdiqidir. Hədis isə neynir? Onu bizə çatdırır, yəni hekayət edir. İrəlidə müəllif onun tərifini də verəcək. فَلِلْأَحَادِيثِ دَوْرٌ هَامٌ فِي اسْتِنْبَاطِ الْأَحْكَامِ الْإِلَهِيَّةِ. Deməli, hədislərin ilahi hökmləri ələ gətirməkdə çox önəmli bir rolu var. وَقَدْ أَكَّدَ الْأَئِمَّةُ الْمَعْصُومُونَ صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ عَلَى أَمْرِهَا. Yəni əmr əl-əhadis. Məsumlar çox təkid ediblər bu məsələyə, hədis məsələsinə çox təkid ediblər. فَأَمَرُوا أَصْحَابَهُمْ بِكِتَابَتِهَا صَوْنًا لَهَا عَنِ الضِّيَاءِ. Və öz dostlarına, səhabələrinə əmr ediblər ki, onu yazsınlar. Niyə? Çünki onu qorumaq lazımdır. Savunən ləha anəndəyə, yəni hədisi qorumaq üçün əmr ediblər ki, sünnəni qorumaq üçün, hədisi qorumaq üçün əmr ediblər ki, onları yazsınlar. Key yasıl hədə turasıl azim iləl əciyəl lahiqa ki, bu böyük, belə deyək, irs gələcək nəslə çatsın, bəyan nəsillərə çatsın. Fəhdəmmət əşşiə bi təlif kütübül hədis məə şiddəti duğut və mən əs-sulutat əl-həkimə ən kitabətəl hədis təhtə şuar hasbuna kitabullah. Hasbuna kitabullah. Deməli, şiyələr, yəni şiə alimləri hədis kitablarını yazmaqda çox böyük diqqət göstəriblər. Baxmayaraq ki, təzyiq çox idi. Baxmayaraq ki, hakimlər, o dövrün hakimləri buna qarşı çıxıblar və əsas şüarlarda nə olub? Hasbuna kitabullah. Allahın kitabı bizə kifayət edir. وَقَدْ اِهْتَمَّ الْعَامَّةُ بعدما رفع المنع عن كتابة الحديث بذلك فسعى المسلمون كافة. Müəllif iddia edir ki, qad ihtemməl ammət, burada ammədən məqsəd yəni digər məzhəblər. Digər məzhəblər بعدما رفع المنع عن كتابة الحديث. Hədis yazmaq qadağası aradan gedəndən sonra başladılar hədisləri yazmağa. Bildiyiniz kimi bu xəlifənin dövründə, Ömər ibn Əbdüləzizin dövründə rəsmi olaraq bu qadağa ortadan götürüldü. Buyurur ki, digər məzhəbin nümayəndələri məhz bu qadağadan sonra başladılar hədis kitablarını yazmağa. فَسَعَى الْمُسْلِمُونَ كَافَّةً في جمع الحديث وتدوينه وتبويبه وتنسيقه والبحث عن متنه وسنده وبيان معانيه والاختلافات الواقعة في مختلف طرقه وحل المشاكل الطارئة عليه. Və başladılar hədis kitablarını yazmağa, onu məsələn bablara ayırmağa, onun mətnini, sənədini, orada olan mənaları, hədisin sənədlərində gələn fərqlilikləri, mətndə olan problemləri, bunları yavaş-yavaş həll etməyə başladılar. فَأُلِّفَتْ كُتُبْ حديثية كثيرة ثمينة ووضعت معاجم مفيدة لشرح غرائب كلماته والفهرسة له إلى غير ذلك من النشاطات. Buyurur ki, artıq nə oldu? İri həcmli, qiymətli kitablar yazıldı, sonra lüğətlər yazıldı. O hədislərin mətndə olan o qəribə kəlmələri, anlaşılmaz hədisləri anlamaq üçün, anlaşılmaz sözləri anlamaq üçün və s. bu cür fəaliyyətlər getdikcə çoxalmağa başladı. Yəni bu qadağadan sonra. Yəni müəllif demək istəyir ki, şiə alimləri, şiə səhabələri belə deyək, müəllifləri bu qadağadan qabaq da başlamışlar bu fəaliyyətlə məşğul olmağa. Və kənət hasilatu hədiyil cuhudil həsisə ilmə əl-hədis bimənahul am. Və bu yəni cəhdlərin, səylərin nəticəsi nə oldu? Hədis elmi meydana gəldi. Və hədis elmindən məqsəd ümumidir. Yəni burada rical elmi də daxildir, burada dirayə elmi də daxildir və s. Yəni burada hədis elmləri deyəndə ümumi məna nəzərdə tutulur. Sırf bizim indi başa düşdüyümüz hədis elmi deyil. وهذا العلم بمرور الزمان وتكثر مسائله وتوفر قضاياه تشعب وانقسم إلى علوم مختلفة متنوعة. Və bu elm zaman keçdikcə, məsələlər çoxaldıqca və yeni hökmlər ortaya çıxdıqca
Nə oldu? Şöbələrə ayrıldı, qismlərə ayrıldı, yeni fərqli elmlər burada meydana gəldi. Məsələn, elmül hədis bunlardan biri, hədis elmi. Bimə'nahu xas, xüsusi mənada. Elmü dirayə, elmü dirayətil hədis və həmçinin elmü ricalil hədis. Bunlar hamısı nədir? Fərqli hədis elmlərindən bu nəşət tapan, yeni ortaya çıxan fərqli adda yeni sahələrdir. Və yu'abbar anil əxireyni bid-dirayəti və ricali ixtisaran. Və son iki müəllif buyurur ki, sahə ki var, elm-i dirayətil hədislə ilm-i ricalil hədis. Bunlara yəni müxtəsər olaraq dirayə və rical elmi də deyilir. وَلِإِرْتِبَاطِ أَبْحَاثِ هَذِهِ الرِّسَالَةِ بِالْعُلُومِ الثَّلَاثَةِ كما سيأتي توضيحه ينبغي أن نصرف عنان الكلام إلى تعريف هذه العلوم والإشارة إلى الفرق بينها. Buyurur ki, bu risalə müəllif burada öz kitabına işarə edir. Bu traktatın bu hər üç elmində müəyyən qədər bir rabitəsi var. Kəmə səyəti tavdihuhu, necə ki izaha gələcək. Bu əlaqəyə görə yənbəği ən nasrif inanəl kəlam ilə ta'rifi həzil ulum və işarə ilə fərqi beynəl. Müəllif buyurur ki, biz burada artıq nə etməliyik? Bunların tərifinə keçid almalıyıq, bu elmlərin tərifinə keçid almalıyıq, bu elmlərin təriflərini izah etməliyik və həmçinin bu üç elm arasında, yəni elm hədis, hədis elmi, dirayə elmi və rical elmi, bunlar arasındakı fərq nədir? Bunlara biz nə etməliyik? Toxunmalıyıq. Və qablə zəlikə nuşiru ilə ta'rifil hədis əlləzi aleyhi mədaru həzil ulum fənəqul. Lakin bu bəhsə keçməmişdən qabaq biz nə etməliyik? Hədis sözünü izah etməliyik. Çünki yuxarıda da qeyd etdiyim sünnə və hədis bunlar arasında fərq qoymaq lazımdır. Müəllif də aşağıda o məsələyə izah edəcək ki, məsələni izah edəcək ki, bəzən hədislə sünnə nə olur bir-birindən qarışdırılır və bu xətaya düşməmək üçün birinci biz nə etməliyik? Hədis sözünü izah etməliyik ki, hədis yəni nə deməkdir? Hədisin tərifi nədir? Bu giriş idi. Mən istəmirəm dərslər çox olsun. Ona görə 17 dəqiqəm təqribən fikrimcə kifayətdir. Bu giriş idi dostlar. Bu girişə diqqətlə qulaq asarsınız inşallah. Növbəti dərslərdə hədisin tərifi, ricalın tərifi, dirayənin tərifi və s. bir neçə sahibə olan tərifləri qeyd olunacaq, müəyyən məsələlərə işarə olunacaq. Ondan sonra rical elminin əsas bəhslərinə daxil olacaq. Dərslər silsiləvi dediyim kimi inşallah faydalı olar. Hələlik.